İyi də salam mələşib, sabahınız xeyir olsun. Bax, cana kanalxı, zibillik. Sakinlərin zibil qabı olmadığına görə görürsünüz. Şəhidin Eysan bulağının yanı. Mən deyəndə ki, bura zibil qab qoymaq lazımdır. Sakinləri də başa düşmək lazımdır ki, sakinlərin zibil turlamağa yeri yoxdur. Sakinlər hara turlamalıdır zibili? Yəni böyük bir küçədir. Totanlı qəsəbəsi, böyük bir küçədir. Baxın, sakinlər zibili gör hara dökür. Məcburlar kanala. Bax kanala. Burada zibil qabı olmadığına görə Totanlı Göygöl ərazisi yox. Totanlı Gəncə şəhərin ərazisidir. Yəni çoxları bilmir, mən deyirəm da. Yəni biləndə bilir. Baxın, bax zibili dökürlər kanala. Zibil qabı olmadığına görə. Yəni bunun zibil idarəsinin özünü yəni işidir. Yəni bu yekətli yerə gəlib zibil qabı tapar qoya bilmədilər. Yəni belə baxanda düz kanala baxın. Sakinlər hamısı zibili döşür kanalla. Bu kanalda gedir Samux rayonuna. Bizim kənd təsərrüfatımızı Samux rayonu 70%-ni həll eləyir. Bu da nə deməkdir? Xəstəliyin yaranmasına birbaşa zibil idarəsi, kommunal idarəsi məsuliyyət daşıyır. Baxın. Yəni fakt çəkib qoyuram. Mən yəni nəyisə yalanla qoymuram. Yəni xahiş edirəm, buna bir nəzər eləyəsiniz ki, bura zibil qabı qoyulmağında inşallah köməklik edin.